Bugün yay aylarında gözləriniz üçün faydalı olan məqamlardan və nələri etmədiyinizi haqqında danışmaq istəyirəm. Birincisi günəş şüaları. Günəş vitamin D qaynağı olduğu üçün faydalıdır, amma eyni şəkildə də onun ultrabənövşəyi şüaları zərərli ola bilir. Gözlər üçün də müxtəlif xəstəliklərin inkişafına və ortaya çıxmasına səbəb ola bilir. Məsələn, kataraktın, mirvaris suyunun daha tez yetişməsinə səbəb ola bilər. Pterygiumun əmələ gəlməsinə. Pterygium nədir? Gözün ağından qarasına gələn pərdə. O toxumanın inkişafına səbəb ola bilər. Gözlərinizdə ləkələrin əmələ gəlməsinə səbəb ola bilər. Nevus, hətta göz xərçənginə səbəb ola bilər. Onun üçün UV400 qoruyucu şüşələrdən, yəni günəş eynəklərinizdən istifadə etməyinizi məsləhət görürəm. İkinci məqam su istifadə etməyinizi məsləhət görürəm. Çünki həm işlədiyiniz yerdə, həm mənzillərinizdə, maşında, isti havalarda kondisioner istifadə olunur və bu quru göz sindromunun ortaya çıxmasına səbəb ola bilir. Onun üçün gün ərzində kifayət qədər su istifadə edin və konservantsız süni göz yaşlarından istifadə edə bilərsiniz. Üçüncü məqam, gözlərinizə diqqət etməyiniz lazımdır. Nə edəcəksiniz? Suya girdiyinizdə gözlərinizi suyun içində açmamağınız məsləhət görülür. Çünki dəniz suyu duzlu, hovuz suyu isə kimik maddələrlə dezinfeksiya olduğu üçün gözə zərər verə bilir. Onun üçün daha yaxşı olardı qoruyucu su eynəyindən də istifadə edə bilərsiniz. Sudan çıxdıqdan sonra təmiz su ilə gözlərinizi yumağınızı məsləhət görürəm. Bir də kontakt linzalardan istifadə edən pasiyentlər hovuza və dənizə qəti şəkildə kontakt linzaya girməməyinizi məsləhət görürəm. Çünki yumuşaq linzalar suyu özünə çəkərək mikrobların gözün üstündə saxlanmasını təmin edir və bu şəkildə iltihabi xəstəliklər ortaya çıxa bilir. Tətildə belə gözlərinizin sağlamlığına fikir verin.